Herkese selamlar. Bugün artıq sizlərlə xarici şirkətdən mal alışını öyrənəcəyik və onun uçotunu aparacağıq. Gəlin başlayaq. Ən vacib olan hissə budur. Bəzən bunu qarışdırırlar. Elə düşünürlər ki, tutaq ki, belə bir anlayış olur ki, biz bilirik ki, hər hansı bir yerdə mal alanda biz mütləq şəkildə gömüşdə onu ƏDV edirik. ƏDV ödəyiriksə, biz onu sonra da əvəzləşdirə bilirik və o ƏDV bizə geri qayıdır. Amma deyilsə, artıq o, deməli, bizim xərcimiz, əlavə xərcimiz kimi olur. Amma belə bir şey var ki, bu qanunda da var ki, hər hansı bir xaricdə beynəlxalq ticarətlə məşğul olursunuzsa, birbaşa, məsəl üçün, Apple şirkəti olsun, Dubaydan olsun alırsınız və yaxud da İngiltərədən alırsınız, hər hansı bir yerdən alış edirsinizsə, o zaman siz ƏDV-siz olur. Niyə? Çünki bildiyimiz kimi bizim ƏDV sistemimizlə xarici ölkənin ƏDV sistemi tamamilə fərqlənir deyə, bu cür qarşılıqlıq olmasın deyə mütləq şəkildə o ƏDV-siz olur. Yəni, ƏDV-siz götürülür. Bunun üçün də biz şirkətdən birbaşa alış etdiyimizə görə onu seçirik, bura gəlirik, üst düyməni klikləyirsiniz, yazırıq BS, yəni ƏDV-siz. Və bu da artıq bizdə gələcəkdə qarışmamanın qabağını alacaq. Deməli, əslində mal alışından eynilik təşkil edir, amma bir neçə fərq var, yəni kodu fərqi var və s. kimi. İndi həmin o fərqlərə diqqət edəcəyik, ona görə gedərək gəlin başlayaq. Yenidən qeyd etdiyim kimi alış menüsünə daxil olursunuz, burada malların və xidmətlərin mədaxilinə klikləyirsiniz və yenidən əlavə etməyi sıxırsınız və burada açılan birinci pəncərədə olan elə bir menünü, birinci hissəni götürürsünüz, OK sıxırsınız və belə bir pəncərə açılır. Tariximizi dəyişirik, yazırıq 01.05.2026. Təşkilatımız olduğu kimi qalır. Ambarımızı da klikləyirsiniz. Buradan yenidən gəlib öz təşkilatı seçib, burada hər hansı bir yerdə ambar seçə bilərsiniz. İstəsəz burada mal ambarını seçə bilərsiniz. İstəsəz əlavə edib, əlavə olaraq xarici mal ambarı kimi də yarada bilərsiniz. Fərqi yoxdur. Klikləyirsiniz və ondan sonra gəlir kontragenimizi seçirik, klikləyirsiniz kontrageni, öz təşkilatınızı tapırsınız, alış kontrageni, gəlib Apple şirkətini seçirik, çünki xaricdən yaratmışdıq. Gördüyümüz kimi müqaviləsi avtomatik olaraq düşdü və müqavilənin artıq növündə bilirik nə olacaq. Avans hesabı da olduğu kimi qalır. Sonra düşürük aşağı hissəyə, aşağı hissəsində mal alış edəcəyik, ancaq bu hissəyə baxırıq. Burada xidmətlər, agent xidmətlərindən işimiz olmayacaq. Gəlirik malı hissəyə. Burada üstə gəlməni klikləyib də əlavə edə bilərsiniz. Seçməklə də əlavə edə bilərsiniz. Amma ilk öncə qiymətə valyutanı klikləyirsiniz və burada əgər avtomatik qiymətiniz varsa seçirsiniz. Burada hər hansı qiymətləri seçə bilərsiniz. İndi yoxdursa o zamanı dəymirsiniz. Ancaq burada bu hissəni götürürsünüz ki, biz avtomatik qeyd edəcəyimiz məbləğ ƏDV-yə daxil olmasın və OK-yə sıxırsınız. Ondan sonra gəlirik, seçməni klikləyirsiniz. Burada bir pəncərə açılır. Gəlirik, burada tavarini seçirik, çünki mal alış edirik. 2 dəfə klikləyirsiniz. Yenidən belə pəncərə açılır. Öz şirkətinizi tapırsınız. Bizdə indi iPhone 13 edirik, onu klikləyirik və artıq belə bir pəncərə açılır. Miqdarı yazsınız, 3 dənə miqdarı olacaq. Qiyməti, deyək ki, hər birinin qiyməti 1000 manat, 1000 dollardır daha doğrusu. OK-yə sıxırsınız və gördüyümüz kimi avtomatik olaraq düşdü. Və bu pəncərəni bağlayırıq, çünki artıq malımız yoxdur bizim. Əlavə edəcəm, əlavə mallarımız. Bundan sonra gəlirik burada şərh hissəsinə. İstəsəniz burada xaricdə mal alışı müqaviləni klikləyirsiniz üstünə, kopyalayırsınız adını. Buradan gəlirsiniz şərh hissəsinə, paste edirsiniz. Və bundan sonra bu hissələri dəmirik, gəlirik hesablara. Hesablarımız kontragen hesabı olduğuna görə 531 dəstində mal alışı edirik. Amma belə bir şey var ki, xaricdən olduğuna görə artıq 21-i yazırıq. Klikləyirsiniz, düşür. 531-in yanında dedik ki, mütləq şəkildə avans hesabı gəlir. O da ki, 243-dür. Klikləyirsiniz və
Bunu da 21 seçirsiniz. Çünkü xarici ölkə olan mal alış edirik və ona xarici avans olacaq. Və artıq heç bir şey əlavə etməyə ehtiyac yoxdur. İstəsəniz əlavələr hissəsinə hər hansı bir məlumatı daxil edə bilərsiniz. Hesab fakturu varsa, qarşı tərəf göndəribsə, onu da klikləyib buradan o həmin hesabın nömrəsini, daxil olma tarixini, əməliyyat növünü və s. kimi məlumatları daxil edə bilərsiniz. Və yaxud da ki, buradan əvvəlcədən yaradıbsınızsa, klikləyərək davam edib və yaxud da daxil edə bilərsiniz. Burada OK sıxmaqla da yaddaşa verə bilərsiniz. Burada ox işarəsini klikləməklə də yaddaşa verərək artıq düşdü. Və DK hissəsinə baxaq. Gördüyümüz kimi artıq bizim mal alışı oldu. Xarici ölkədən oldu. Və burada artıq kodu göstərdi. Valyuta hesabını göstərdi. Yəni hesablarda da baxaq. Klikləyirsiniz. Dövrə saldo cədvəlinə klikləyirsiniz. Formalaşmanı klikləyirsiniz. Və gəlib 531-imizi tapaq. Və bizə indi baxacağımız bunu gördüyümüz kimi artıq burada düşdü. Amma deyə bilərsiniz ki, burada bizdə malların alışına baxsaq, bizdə cəmi 3000 dollardır. Bezi endeksdir, yəni ədəbiyyətsizdir. Amma niyə? Burada 5101 manat 50 qəpik göstərilir. Çünki bu həmin birinci olan dollarına alışdır. Amma burada bizim əməliyyatlarımız ölkə daxili olduğuna görə manata çevirib, ona görə də dollarımızı 3000 dolları çevirib artıq məbləğə bizim valyutaya, o da olub 5101 manat 50 qəpik. Bu oldu bizim mal alışımız. Gəlin elə birbaşa elə bunu etdiyimiz mal alışında, yəni bunu klikləyək, OK sıxaq ki, bağlansın. Yenidən burada OK sıxırıq. Gəlir bura. Artıq bizim mal alışımız oldu. İndi gəlin elə bunu birbaşa ödəniş edək Apple şirkətinə. Deməli, bu bizdə elə oldu ki, Apple şirkəti elə bir bizə malları göndərdi. Yəni, artıq sifariş verdik Apple-dan. Daha doğrusu göndərməyib. Daha doğrusu biz sifariş verdik. İndi onun pulunu köçürdük. Əslində uzun versiyada var ki, biz bu eynilik təşkil edir uzun versiya, qısa versiya. Buradan daxil ola bilərsiniz bank hesabından. Bank hesablaşma hesabına xaric olmaya klikləyə bilərsiniz və buradan əlavə etməni sıxıb artıq daxil edə bilərsiniz. İndi biz qısa yolla gedəcəyik. Nə edəcəyik? Axırıncı bu əməliyyatın üzərinizə gəlirsiniz. Klikləyirsiniz. Mouse'un sağ düyməsi klikləyəndən sonra base onu klikləyirsiniz. Burada hesablaşma hesabına xaric olmanı klikləyirsiniz və burada artıq hər bir şey avtomatik olaraq düşdü. Biz deməli nə edəcəyik? Biz artıq burada heç bir şey dəyişməyə ehtiyac yoxdur. Sadəcə tarixi dəyişirək 01.05.2026. Təsəvvür elə ki, eyni gündə də artıq biz ödəniş etmişik. Bank hesabımızı dəyişməliyik, amma belə dəyişə bilmərik. Ona görə də nə edirik? Uçur hesabımızı dəyişib 01 deyil, 02-ni seçirik. Yəni 21-i seçirik valyuta hesabımızı ki, burada da artıq avtomatik olaraq bank hesabımızda dəyişsin ki, bizim artıq kapitaldan aldığımız pullar, yəni valyuta dollarımız, Apple-da dollar formasında keçsin ki, əlavə məzənə çevrilməsində pul itirməyək. Sonra klikləyirsiniz, yes-ə klikləyən kimi gördüyümüz kimi artıq dəyişdi. Bu da hələ ki boş görünür, yəni deyir ki, özünüz seçin. Bu üç düyməni klikləyirsiniz, artıq gördüyümüz kimi 2 dənə bizim bank hesabımız var. İndi biz paşayla iş gördüyümüzə görə paşanı klikləyirik və artıq paşamız seçilir. Və OK sıxırıq və gördüyümüz kimi artıq məbləğimiz düşdü. İndi bu məbləğimiz bu formada düşüb, amma əlbəttə ki, bizim məbləğimiz nə qədər idi? Gəlin baxaq. Bizim məbləğimiz 3000 idi, ona görə də gəlirik bura, yazırıq 3000 dollar. Və 3000 dollar artıq oradan hesabımızdan silinəcək. Apple şirkətinin adı var, amma hesabı yoxdur. İstəsəniz buradan klikləyə bilərsiniz və bunun hesabını seçə bilərsiniz. Klikləyə ki, avtomatik olaraq seçilsin və düşsün. Ondan sonra artıq burada heç bir şey dəyişməyə ehtiyac yoxdur. Olduğu kimi hər şey qalır, çünki hesablaşma kodudur, avans hesablaşmasıdır və s. kimi. İndi bizdə ədəbi yoxdur deyə bunu klikləməyə ehtiyac yoxdur. Sadəcə olaraq pul vəsait hərəkət maddəsini klikləyirsiniz. Mal satana ödəniş də var. İndi gəlin bunu seçək ki, mal satana ödənişdir. Şərh hissəsinə də istəsəniz burada malların və xidmətlərin mədaxil və s. kimi bunu daxil edə bilərsiniz. Gəlin elə bunu daxil edək.
üstünə kopyalayın bunu, gətirin elə şərh hissəsinə yapışdırın və artıq bu daxil oldu. İstəsəz bu hissəni də silib yaza bilərsiniz. Yəni gördüyümüz kimi artıq burada hər şey düşüb və buradan hissəsindən silib öz məlumatınızı qeyd edə bilərsiniz. Burada artıq summa da düşüb, USD yaza bilərsiniz ki, yəni xarici valyutanın olunandır. Şirkətin adını yaza bilərsiniz ki, Apple LLC və 13 Pro Max. Bu da oldu bizim elə bir mal alana ödənişin edilməsi. OK sıxırsınız. Və artıq deməli həmin şəxsə də ödəniş etdik. Yəni indi buna baxaq, biz elə bir saldo dövriyyəmizi hesabı formalaşdırmanı klikləyirik. Gördüyümüz kimi artıq bizim 531-imiz bağlandı. Çünki biz elə bir ödəniş etmişdik və avtomatik olaraq da aldığımız, yəni malın, sifariş verdiyimiz malın həmin günündə elə bir ödənişini etdik Apple şirkətinə və artıq Apple şirkəti indi bizə o malı göndərir. İndi o göndərən malı da biz daşıma xidmətindən istifadə edəcəyik və ən əsas məsələ gömrükdə. İndi növbəti video dərslərdə artıq bu iki məsələlərə toxunacağıq və qeyd edəcəyik.